Bəzi vaxt ən güclü insan deyəndə insanın zehninə, əlbəttə bəzi insanların zehninə vurub döymək, yıxmaq gəlir ki, onu güclü insan hesab edirlər. Amma İmam Kazım əleyhissalamdan bir hədis var, buyurur ki, ən güclü insan qəzəbini udan insandır. Yəni o əsəbləşən vaxtı ki var, hisslənən vaxtı ki var, o anda əgər həmən insan qəzəbini uda bilirsə, ağlının dediyi ilə gedirsə, bu ən güclü insandır. Ardıcıl buyurur ki, qəzəbi udmaq zəiflik deyil, nəfsə qalib gəlməkdir. Gör nə gözəl buyurur adam. Sakit qalmaq ağlın səsini dinləməkdir. O qəzəb halında səssiz qalmaq ağlının səsini dinləməkdir. Kim qəzəbini idarə edərsə, özünü xilas edir. Həqiqətən də çox mükəmməl bir hədisdir. Allahın verəm İzzət-i Cəlalına xatır ki, Allah bizə nəfs üzərində qələbə qazanmağı nəsib eləsin inşallah.